insanları dəyərlərlə birlikdə, bu gün birlikdə ilk iclasımızdır və mən istəyirəm ki, bu iclasda təbii ki, Sabah kənd iclasında ziyalı kimi öz sözünü deyən, ziyalı kimi hər zaman Sabah kəndinin mənafeyini qoruyan insanları burada biz toplaşmışıq. Təbii ki, bizim dəyərli böyüklərimiz, dəyərli ziyalılarımız da var, amma bu gün bizdə məkanımız balacadır, amma ürəyimiz genişdir. Buna baxmayaraq, növbəti biz artıq Sabah kənd iclasını hər həftənin 6-cı günü bax, bu ofisdə biz mütəmadi olaraq Sabah kənd icması üzvlərindən görüşlər təşkil edəcəyik. Mən ilk olaraq təbii ki, bu ofisin bizə verilməsində, bu ofisdə bizə öz, belə deyək də, uzağını açaraq bizə dəstək olduğuna görə Kənan qardaşımıza özlərinin minnətdarlıq bildirirəm. Kənan hal-hazırda təbii ki, gələcək. Biz dünən bir yerdəydik, görüşdük. Təbii ki, o da Saral kəndimizin dəyərli oğludur. Çox dəyərli ziyarımız Erman müəllim oğludur, hamınız tanıyırsınız. Və o bizim bu çalışımıza Kənan razılıq verdi və bildirdi ki, hər zaman bu ofis olaraq Saral kənd icmasının ofisini fəaliyyət göstərmizdə mən sizə dəstək olacam. Təbii ki, əziz və dəyərli həmvətənlərim, həmkəndlərim, biz bəzi məlum məsələlərə görə Sabah kənd icma üzvlərlə görüşlərimiz və hesabat xarakterli görüşlərimiz bəzi hallarda təxirə salınır. Artıq biz rəhbəri olaraq belə qədə gəldik ki, təbii ki, yəqin ki, məlumatınız var. Mart ayının 6-sında biz Sabah kənd icma üzvləri və ziyalılarının geniş tərkibində bir iclasımız, bir görüşümüz olacaq. Bu görüşdə Qərbi Azərbaycan icmasının sədri, çox hörmətli millət vəkilimiz Əziz müəllim də iştirak edəcək və Əziz müəllimlə bərabər təbii ki, Qərbi Azərbaycan icmasının dəyərli ziyalıları, dəyərli aydınları da olacaq və təbii ki, bu Saral kəndinə olan hörmət əlaməti olaraq onlar da bizim bu təklifimizi, bizim bu dəvətimizi böyük məmnuniyyətlə qəbul edirlər. Yəqin ki, hər birinizin məlumatı var. Biz artıq gələn həftənin 5-ci günü saat 6-da bizim bir görüşümüz olacaq və görüş yerini tək bilirsiniz. Mart restoranında Kəsənbədə biz kiçik bir tərkiblə görüşmüşdük. Amma bu dəfə düşünürük ki, 50 nəfər bizim bu Saral kənd icma üzvlərindən birlikdə bu görüşü təşkil edək. Təbii ki, indi biz burada müzakirə edəcəyik kimlərin dəvət olunması. Artıq siyahı olaraq biz tərtib edilmişik. Kimlərsə ola belə yaddan çıxırsa, mən çox xahiş edirəm sizlərdən, siz də öz fikirlərinizi bildirəsiniz. Və bu müddət ərzində mən yəqin ki, tanıyırsınız, bizim Saral kəndinin dəyərli xanımı Sona xanım Yusufovanı təqdim etmək istəyirəm. Yəni, təqdimata ehtiyac yoxdur. Biz artıq WhatsApp üzərindən onun fəaliyyəti, iş bilgisi haqqında qısa məlumat verdik. Sona xanım bizim Saral kənd icmasında ümumi işlər üzrə koordinator vəzifəsini icra edəcək. Təbii ki, bütün bu görüşlərin təşkilində və Saral kənd icma üzvlərlə əlaqələrin qurulmasında Sona xanımın bir koordinator kimi üzərinə çox böyük öhdəlik düşür. Sona xanım bizim hamımız tanıyırsınız. 8-ci ildə Qərbi Azərbaycan Saral kəndində baş verən zəlzələdə rəhmət edilmiş Topuq qızıdır və biz Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz təbii ki, sosial şəbəkə üzərindən müxtəlif tədbirlərdə görüşürük və yaxud da digər Qərbi Azərbaycan icmasının fonunda olan tədbirlər çərçivəsində mütəmadi olaraq biz bu görüşləri təşkil edirik. Amma düşünürəm ki, artıq burada çox dəyərli ziyalılarımız var. Şəmsiyə xanımın burada çox qeyd etmək istəyirəm. Şəkər xanım, Gültəşən xanım, Şəkər xanım bizim bu Qərbi Azərbaycan icması, Saral kənd icmasına yeni qoşulanlardandır, amma onun fəaliyyəti də təbii ki, bu istiqamətdə təqdirə layiqdir. Mən bu konuda xüsusilə qeyd etmək istərdim ki, Saral kənd icması olaraq məndən öncə xidmətləri olan insanların adını xüsusilə qeyd etmək istərdim. Burada xüsusilə Erman müəllimin böyük xidmətləri var. Saral kənd icmasının formalaşmasında, onun fəaliyyətində və Saral kənd icmasının, Saral kəndinin mədəni irsinin qorunmasında, Saral kənd icması haqqında bilirsiniz, biz kitab hazırlanır və bu kitabın hazırlanmasında da Erman müəllimin çox böyük əziyyətləri və xidmətləri olmuşdur.
Neçə xanım adını qeyd etmək istərdim burada. Şəkər xanım, Gültəkin xanım, yəni təkrarsız qalsın. Yəni burada Afida xanımın adı qeyd etmək istərdim. Fərman müəllim təbii ki, burada Saral kənd qrupunun Facebook səhifəsini işlədir. Onun da müəyyən xidmətləri var. Amma mən düşünürəm ki, bu fəaliyyətdə hər birimizin birlik olaraq birlikdə fəaliyyət göstərməsi daha təbii olaraqdır. Burada məndən böyüklər əyləşib, təbii ki, onların da məsləhəti ilə biz birlikdə daha Saral kənd icmasına layiq işləri ortaya qoya bilərik. Mən düşünürəm ki, ilk çağırışa bu qədər insan gəlibsə, bu soyuqlu havada həvəslə hər birimiz gəlmişiksə, demək ki, biz daha da böyük uğurlara imza ata bilərik. Ona görə mən sizin hər birinizə özlərini minnətlərimi bildirirəm. Biz mütəmadi olaraq görüşlərdə iştirak edirik. Mən xüsusilə Şəkər xanımla keçdiyimiz tədbirləri Qərbi Azərbaycan icmasında, keçən tədbirlərdə xüsusilə Qərbi Azərbaycan icması rəhbərliyinin Saral kənd icmasına olan diqqət və qayğısından xüsusilə qeyd etmək istərəm. Rəhbəri olaraq Əziz müəllim hər zaman Saral kənd icmasının ziyalılarına, alimlərine çox böyük hörmətlə yanaşır. Onu da qeyd etmək istərdim ki, bizim artıq Qərbi Azərbaycan icması idarə heyətində Şəkər xanım təmsil edilir, bir də İbrahim müəllim. Yəni kənd olaraq bizim kəndimizdən Qərbi Azərbaycan icması ki, böyük bir icmanın idarə heyətində iki dəyərli ziyalımızın təmsil olunması, mən düşünürəm ki, kəndimizə olan diqqət və qayğının bariz olmasıdır. Təbii ki, Qərbi Azərbaycan icması rəhbəri ilə hər zaman xüsusilə görülür ki, Qərbi Azərbaycanda Saral kəndi digər kəndlərdən fərqli, bundan ibarət ki, kəndimizin ən çox ziyalıları daha çox elm və təhsil sahəsində olurlar. Elmlər namizədir, elmlər doktoru, profesorların sayına görə bizim kəndimiz kəndlər arasında ən qabaqda gələn kəndlərdən biridir. Mən təbii ki, hər birinizə söz verəcəm, hər birinizin fikirləri mənim üçün önəmlidir. Amma ilk görüşümüzdür. Düşünürəm ki, ilk görüşümüz olaraq xeyirli, uğurlu olsun bizim bir yeni ofisimiz. Düşünürəm ki, bizim bu görüşlərimiz mütəmadi olacaq. Hər birinin üçün, hər bir Saralı üçün bu ofis açıqdır. Həftənin 6-cı gün istənilən, yəni biz zaten bu 6-cı gün burada görüşlərimizi təşkil edəcəyik. Düşünürəm ki, hər bir Saralı bu ofisi gəlib ziyarət etməlidir. Kimin nə sözü, nə təşkil varsa, təbii ki, burada bu otaqda müzakirələrdən olacaq. Hər bizə təşəkkür edirəm, minnətdarım. Düşünürəm ki, kimin sözü varsa buyursun. Şəkər xanım, buyurun.